Bu məsələn digərlərindən fərqlənir, çox qəşəngdir, xoşuma gəldi. İşinki var, baxın uşaqlar. Bu çox qəşəngdir. Uşağımızın içində bu da yeni rəsmim. Adım Şəhanədir, 13 yaşım və Şəhanəm. Şəhanənin işlərinə fikir verirəm. Yəni çox qəşəngdir Şəhanə. Salam uşaqlar, bu günlər sizlərlə icmala mənə atdığınız ədişlərinizə baxacağam. İlk işimizə baxaq. Salam müəllimə, necəsiz? Həmişə yaxşı olun. Bugün bunları atdım. Gələn dəfə daha çox olacaq. Sağ olun. İlk növbədə çox sağ ol. Daim sən də yaxşı ol inşallah. İlk işinə baxıram. Görsən yaşın neçədir? Mən çünki hər dəfə uşaqların yaşı maraqlıdır. Uşaqlar çalışın, öz yaşınızı yazın və yaşınıza uyğun qiymətləndirmək daha yaxşıdır. İlk işində də görürəm ki, necə tanış gəlir. Ən böyük tövsiyəm odur ki, yəni portret işini görürəm. Gözləri maraqlıdır, böyükdür. Amma çalışın ki, az yaşlı uşaqlar əsasən hissə çəkin. Qaşı, məsələn, gözü çəkəcəksinizsə, ayrı-ayrı çəkin. Bir dəfə göz çəkməyə çalışmayın. Çünki biraz çətin olacaq sizə. Yəni, bu tənq üçün demirəm. Bunu hər öyrənmək istəyən və sağlığa can atan bir tələbələr üçün deyirəm. Yəni, ən böyük tövsiyəm odur. Amma ikincisi portret. Burnu, dodaqları çox qəşəngdir. Baxın uşaqlar, çox qəşəng işləyir. Və maraqlıdır. Üçüncü işinə baxıram. Bədənə görə biraz böyük işləyib. Həmin o baş hissəsini, amma geyimi çox maraqlıdır, afərin. Yəni, fərqli bir stildədir. Görsən, özün fikirləşərək mən eləmişəm bunu, yoxsa bir yerdən köçürmüsənmi? Maraqlıdır amma. Aha, dördüncüdə rəngləri çox qəşəngdir. Yəni, bibərin, məsələn, forması, rəngləri, məsələn, tonlar maraqlıdır. Yəni, götürüb yaşıl rəngi bir dəfə yaxmamısan. Yəni, yaşının tonlarında azdan-çoxdan göstərmişsən və hər işdə imzan gözəldir, amma bu axırıncı işində daha çox qəşəngdir. Çox bəyəndim, afərin. Hər dəfə öz işinizi imzalamaq mənim ən çox son mərhələdən xoşum gəlir. İmza atırsan və laklayırsan da ən sevdiyim mərhələ olur. Çünki bitir artıq, finişdir və öz işinə baxırsan, qürur duyursan. Bəzən pis ola bilər, normal haldır. Mən özüm də bəzən öz işimi bəyənmirəm. Bu o demək deyil ki, bu davam edəcək. İkinci işimizə baxırıq. Salam müəllimə, bunlar hələ təzə başlayarkən çəkdiyim şəkillərdir. Sonra yeni çəkdiklərimi də atıram. Hə, belə başa düşdüm ki, həm köhnə çəkdiyi işləri atıb, həm də yenilərini atıb. Belə başa düşdüm. Hə, bu geri bəyəndim. Çox qəşəngdir. Tonlamışsan. Biraz yaxmadan istifadə etmişsən, amma çox qəşəngdir. Hə, bir neçə işləyib, maraqlıdır. Biraz qurma xəttlərdə hətta işləyib. Fikir verirsiniz, pozlu hissələr biraz görsənir. Hə, gözləri, burnu gözəldir. Yəni, qəşəngdir, maraqlıdır. Bu işinin arasında məncə ən yaxşısı budur. Dördüncü iş var uşaqlar. Zaten burada yerləşdirirəm. Bu dördüncüsü çox bəyəndim, qəşəngdir. Aha, qurma xəttlərinə fikir verin, 6-cı işində də. Aha, 5-ci işində baxın. Məncə köhnə işi bu gül şəklidir. İlk, məsələn, göz gördünüz, o ilk şəklindəki gül çox daha maraqlıdır. Burada isə, məsələn, tez bazar işləyib. Amma 6-cı işdə də baxın, qurma xəttlərindən istifadə edib. Yəni, simetriyə bölüb, 3 bərabər hissəyə bölüb. Yəni, azdan sizdə kameraya biraz da yaxınlaşdırsanız görəcəksiniz. Aha, sual verib necədir? Tamamilə özüm ağlımdan qurub çəkmişəm. Gördüyüm qədərilə interyer dizaynerlə bağlı, interyer işləyib. Əlavə xəttləri silsən, plus rəngləsən, məndə daha əla görsənir. Yəni, maraqlı ideyadır. Özünüzdən nəsə çəkin, baxın, baxıb çəkə də bilərsiniz, problemdir. Amma nəsə oradan deyirsiniz, mən özümdən çəkmişəm. Onun hissi tam fərqlidir. Amma baxıb çəkib, sonra da öz təxəyyülünə onu formalaşdırmaq tam başqadır. Məncə qəşəngdir, maraqlıdır. Yaşını da qeyd edirsən, neçənci sinifdə oxuyursan. Hə, bu qızımız, yəni YouTube səhifəsində göstərmişdim, plus özü də paylaşmışdı. Yəni, digər qız portretlər işləyir, məsələn. Bu, məsələn, digərlərindən fərqlənir, çox qəşəngdir, xoşuma gəldi. Yəni, çox gözəldir. Məsələn, ikinci işində də gözəldir, tonlaması da biraz fikir versən, lap əla olar. Yəni, alada olacaq əhsən. Əla görünür bu işi. Üçüncü işini çox qəşəng görsənir. Ümumi işi çox gözəldir, məsələn, dördüncü işinə baxanda. Biraz əllərinə fikir ver. Baxın, ayrı da əl də çəkib, əhsən. Yəni, bu əl çox çətin işləmirsən, ha. Qəşəngdir, afərin. Dodaqları da fərqlidir. Baxın, belə uşaqlar hissə çəkib. Sonradan onu birləşdirmək tam başqa bir şeydir. Həm də özünüzdən deyirsən ki, hə, mən bunu başa düşdüm, bunu necə eləmək lazımdır. Amma bir dəfəlik sən sıfırdan bir dəfə yığmaya çalışsan, həm motivasiyadan düşərsən, həm deyirsən ki, məndən alınmaz, fisi qoyasan qırağa, lazımdır.
Yəni əlbəttə ki, peşə kimi məşğul olmaqla hobbi kimi məşğul olmaq tam fərqli bir şeydir. Əgər sən deyirsən ki, hə, mən bu sənəti çox sevirəm, niyə də bunun dalınca getməyim, peşəmə çevirim. Onu dözməlisən, onun çətinliklərinə, onun tələblərinə, hadisələrə dözməlisən də bir sözlə. Amma hobbi kimi yanaşanda sən artıq orada sakitlik tapırsan. Amma peşə kimi yanaşanda əlbəttə ki, sakitlik tapmırsan. Çünki tələblər var, sifarişlər var. Səndə bir növ, məsələn, imtahanlar ki var, onlara hazırlaşırsan, plus hər dəfə daim şəkil çəkməlisən. Amma hobbi olanda istədiyin vaxt çəkirsən. Artıq sənin burada istəklərin ön planda olur. Hobbidə tam fərqli budur. Ona görə çalışın ki, sevdiyiniz bir şeyi hobbi ilə qarışdırmayın. Əgər sən bunu peşə olaraq sevirsənsə, sən bunun pis günlərdə, yaxşı günlərdə dözməlisən bir sözlə. Yəni məndə bir rəssamlıq hobbi kimi başladı və sonradan peşəyə çevrildi. Yəni peşman da deyirəm, həmd olsun. Yəni sizlərlə bir yerdə olmaq, videolara baxmaq, şəkillərinizə baxmaq və uşaqlıq xatirələrimdəki o günlərimi yada salmaq mənim üçün bir xoşdur. İlk işim maraqlıdır. Yəni bu McDonald's-da da deyəsən bilmirəm. Yəni tanımadım, siz də yazasınız altdan, çox da yəni maraqlanmıram. Amma bu işin ki var, baxın uşaqlar. Bu çox qəşəngdir. Mən özüm mavi rəngi çox xoşlayıram. Ola bilər ki, rəssamam, rənglərə doymam çox ola bilər. Amma hər bir rəssamın o işində göstərdiyi bir rəng ki var, mavi rəng. Mən bu mavi rəngin tonunu, baxın, çox qəşəng işləyir uşaqlar. Zaten burada yerləşdirirəm, çox qəşəngdir, yəni afərin. Aha, digər işimiz adım Nərimandır, 13 yaşım var. Nərimanın ilk işinə baxanda kətan üzərində işləyir və maraqlı da görünür. Yəni gəmidir. Həmin o qayıqlar olur, içəridə olur. Dənizdən elə bir dənizin üstündə olur, qayıqlardan içəriyə çölə tərəf bir gəmi. Maraqlı görsənir. Özü malberti də var. Hobbi kimi yəqin maraqlanır. Digər bir uşağımızın içində bu da yeni rəsmim. Adım Şəhanədir, 13 yaşım və Şəhanə. Şəhanənin işlərinə fikir verirəm. Yəni çox qəşəngdir Şəhanə. Mən bu özü bəzi uşaqlar bunu başa düşməyə bilər. Bu rəssamlıqda dekorativ tətbiqi sənətdə naturmort janrının işlənməsidir. Naturmort janrını deyərsiniz həmən real bir şeydir. Niyə belə rənglər bir-birinə qarışdırılıb? Əslində bu çox çətindir. Çünki yağlı boyayla deyəsən işləyib, quaşla çox vaxt bizə müəllimlər işlətdirir. Quaşla işləyəndə o rəngləri tutuzdurmaq çox çətin olur. Plus sən bu formada sərgəli işləmisənsə ağlasın. Yəni mənim çox xoşuma gəldi. Rənglər çox yəni sırf dekorativ tətbiqi sənətdir. Yəni onu göstərmisən. Aha, salam gözəl müəllimə, necəsiniz? Çox sağ ol. Yaxşı olasan dayım. Adım Zəhradır, yaşım 12-dir. Sonra yazıb ki, məncə gözəl çəkmişəm. Aha, inanmaq lazımdır. İnşallah baxıb bəyənərsiniz. Mən sizin hər çəkdiyiniz işi bəyənirəm. Çünki siz yəni bu kanalda olmaqla sənətə dair sevginizi məncə göstərirsiniz. Bəzi insanlar mənfi rəy yazır. Əlbəttə ki, bizim işimizlə bağlı deyil. Çünki o insanların düşüncə şeyi yoxdur. Düşünə bilmirlər, başa düşmürlər. Mənasız düşüncələrinə özlərini diqqət mərkəzinə çəkməyə çalışırlar. Əlbəttə ki, siz onlardan fərqlənirsiniz və mən hər işinizi bəyənərəm. Bir müəllimə kimi, əgər tövsiyə istəsəniz, tam detallarına kimi bölərəm. Amma məqsədimiz sizin əl işlərinizə baxma olduğuna görə və aranızda akademik işləyənlər də var, çox qəşəngdir. Mən özüm də baxıb, inanırsınız, yəni sabahları yox, bir gün imtahanı olur. İstəyirəm ki, şəkil çəkim, amma imtahana hazırlaşmalıyım, təəssüf ki. Aha, yəni axırda da yazıb sizin kimi rəssam olmaq diləyilə. İnşallah qat-qat gözəl yerlərdə olarsan, inşallah çalışarsan. İlk işini çox lisəyində karandaş, məsələn, karandaşlı işləyib. Maraqlı görsənir. Sonra aha, naturmort işləyib, afərin. Naturmort uşaqlar nə qədər işləsəniz yaxşıdır. Çünki naturadan bir şey işləməniz daha yaxşı. Natura nədir uşaqlar? Bəzən uşaqlar bilmir natura nə demək, yəni natura nə demək istəyirsən. Natura uşaqlar real bir təsvirlərdir. Məsələn, sizin qabağınızda bir insan olsa, naturadan portreti işləyirsiniz məsələn. O insan canlıdır və siz fotodan baxmırsınız. Qab-qacağı qoyursunuz məsələn, naturmortdur əlbəttə ki, naturmort bilirsiniz, fransız sözü olub, cansız təbiət deməkdir. Və naturmortu işləyəndə, siz real bir şey işləyəndə, sizə 2 qat çətin, plus bu sizin inkişafınız bir üst səviyyəsinə çatdıracaq. Ona görə biz kursa gedin deyirik də. Yəni sən naturadan, yəni real bir heykəli çəkməklə telefonda olan Pinterestdən götürdüyün bir şəkli çəkmək tam fərqli bir şeydir. Ona görə də diqqətli olmaq lazımdır. Aha, 3-cü işi də məncə qəşəngdir. 8 noyabra aid, Zəfər gününə aid bir iş işdir. Maraqlı görsənir. Bina da qəşəngdir.
Bir də yeni il abu-havası. Yanvar ayı yeni ildir deməli başda insanlar 2026-ya yaxşı, xoş aura ilə girmək istəyir. Hə, qoş boya ilə işləmişəm. Məncə qoş boya ilə işləməsəm və əladır, çox gözəldir. Məsələn, gözəl görünür. Əllərində biraz problem var. Onda da məsələn o normaldır. Yəni əl çəkəndə əksər uşaqlar çətinlik yaşayır. Çünki çətindir. Çalışın məsələn, əl çəkmirsiniz. Bu hissələri küməçi xəttlərlə bilindirin. Sonradan burada məsələn bir dəfəlik uşağa formanı verməyə çalışın. Amma sınıq xəttlərlə də ümumi formanı verə bilərsiniz. Aha, bu da buna da baxarsınız işıqlı halı. Buna avqustda baxmışdıq, özü belə atır. Məncə də belədir. Çünki tonlaman çox xoşuma gəldi. Sadəcə gözləri biraz fikir ver. Amma belə pis deyil, ahla. Yəni davam elə. Aha, sabah Fikrət Əmirovun adam tədbiridir. Var və bu da mənim ədişimdir. Hə, Fikrət Əmirov. Qarışdıq fikir hissəsinə, bir də yaxa hissəsinə fikir ver. Belə pis deyil, yəni. Ayağının işi olmalı. Çünki ayağını bir neçə dəfə kanala atmışdı. Yəni görmüşdüm. Pis görsənmir. Dediyim kimi, bu hissələrə qalesturok, bir də yaxalıq hissələrinə fikir ver, pis görsənmir. Bir də çalış quzum mərkəzdə işlə. Uşaqlar məsələn bu vərəq deyil, vərəqin tam sol küncündə işləyirlər ya da biraz aşağıya düşürlər. Çalışın mərkəzdə işləyin, tam yəni baxış bucağında tam mərkəzdə olsun. Yəni komponovka, qurma qaydalarına əsas. Əlbəttə ki, siz hobi kimi yanaşırsınız, amma bir neçə belə şeylər də bilməyə sizin üçün faydalıdır. Aha. Aha, bir də Şahinin əl işlərinə baxaq. Qul quşu işləyib, maraqlı görsənir. Mən əsas şəkillərinə baxdım, əksəriyyəti məsələn qul quşu, quşlarla bağlıdır, yəni maraqlıdır. Qutan işləyib, qutanın ağzı maraqlıdır. Ümumiyyətlə o quşlar olsun, bir qəribə ağızları var. Aha, durna işləyib, çox şirindir, bir də əsəbi görsənir, belə, qaşlarını belə eləyir, maraqlıdır. Qazın baxışı, o ölsə belə baxır, maraqlı görsənir. Ən şirini məncə ördəkdir. Siz də yazasınız şərh bölməsində hansına xoşunuz gəldi. Xoruzda işləyib, cücədə işləyib, toyuq da işləyib hətta. Bir də üzüklər işləyib. Maraqlıdır. Ümumi uşaqlar əl işlərinizə baxdım. Bir sözlə zövq aldım. Yəni bunun kimi videoların gəlməsini istəyirsinizsə kanala abunə olub, like etməyi və ən əsası fikirlərinizi bölüşməyi unutmayın. Yavaş-yavaş böyüyürük. 6000-ə də az qaldı. Yəni mənim üçün 6000 böyük bir rəqəmdir. Çünki istər-istəməz də əl işlərini bölüşürəm. Sizin əl işlərinizi bölüşürəm. Bilirsiniz, sizlər çəkirəm. Yəni hər birinin elə bir sizlərlə, əksər günüm sizlərlə keçir və bunun hissi də tam fərqlidir. Yəni hər birinizin dəstəyi üçün də çox sağ olun. Bir gün 10.000 olmaq diləyi ilə videolarda görüşərik.